deməli, şagirdlər. Hər bazar günü keçirdiyimiz sınav imtahanı izah edək. Bu suallardan qəbulada gələ bilər %100. Elə birinci sualdan başlayaq. Deyir ki, kürənin iki müstəvi kəsliyinin sahələri 18 cm kvadrat və 54 cm kvadratıdır. Bunlardan biri kürənin mərkəzindən keçir, kürənin radiusunu tapır. Deməli, birinci kürə nədir? Kürə bilməlisiniz nədir? Bunun iki müstəvi kəsliyi var. Onlardan biri mərkəzdən keçir. Biri budur, biri də dəhşi budur. Biri mərkəzdən keçir, bir də bilir. Bizdən soruşur ki, kürənin radiusunu tapın. Yəni, bizdən bunu soruşur, kürənin radiusunu tapın. Deməli, biz burada iki dənə sahə verilir. 18 pi və 54. Birinci baxış görək, bunların hansı böyüsürsə, deməli, mərkəzdən keçsə nə olacaq? Düzdürmü? Pimizin qiymətini bilirik. Pimiz təxmini nə qədərdir? 3,14. Biz burada nəyi birinci bilməliydik? Kürəni bilməliydik və müstəvi şəklini. Kürəni də dedik, müstəvi şəklində mərkəzindən də keçəni indi biləcək hansı keçəcəksə. 18 pimiz də təxmini nəyə bərabərdir? 18 vurulsun 3,14. Bu da 54 tam nə bilim nə qədər. Deməli, nə olacaq uşaqlar? Nə olacaq? Mərkəzdən keçən nə olacaq? 18 pi. Bu nə olacaq bunun sahəsi? 54. Deməli, müstəvi şəkildə bizə şey nədir? Dairədir. Dairənin sahəsidir. Dairənin sahəsi nəyə bərabərdir? S bərabərdir pi L kvadratı. Müstəvi şəklimiz. Pi L kvadratımız nəyə bərabərdir? 18 piyə. Pilərimiz getdi. L kvadratı bərabərdir 18. L də bərabərdir. Kök altda 18 plus minus L də bərabərdir plus minus düz kök eşit. Bir həndəsədə də mənfi cavab yoxdur. Cavabımız olacaq düz kökdə 2. Yəni uzunluq mənfi ola bilmir. Aydındır. Cavabımız oldu nə? B variant. Həm baxışalır. Deməli bu misalı həll eləməkdir. Siz həm dərk elədir kürə nədir? Həm də müstəvi şəkli nədir? Aydındır. Müstəvi şəklində sahəsi nədir? Müstəvi şəkildə bildiyi nə olur? Dairə olur. Aydındır. Bu getdir. Keçək növbəti ikinci suala. Katetləri 12 cm və 5 cm olan düzbucaqlı sizə xaricdə çəkilmiş sirrənin radiusunu tapın. Deməli, katetlər nə qədər? 12 və 5. Deməli, bura 12-dir, bura 5-dir, hipotenoza deyiləm Z. Biz bilirik ki, katetlərin kvadratları cəmi nəyə bərabərdir? Hipotenozun kvadratına. Z kvadratı bərabərdir 144, üstəcəl 25, 169. 169-dan da köçsün 13 və artıq orada vurguladığım üçün məsafə mənfi ola bilməz. Z-mizi tapsın 13. Sonra deyir ki, üstbucağın xaricinə çəkilmiş sirrə, bax bu düzbucaqlı üstbucağı xaricinə çəkilmiş sirrənin radiusunu tapır. Deməli bu düzbucaqlı üstbucaqda L-dir. Biz də bilirik ki, düzbucaqlı üstbucağın xaricinə çəkilmiş sirrənin radiusu hipotenuzun yarısına bərabərdir. O da 13 bölünsün 2 bərabərdir 6,5. Cavabımız oldu 6,5. Aydındır. Keçək üçüncü suala. Sizdə üçüncü sualı bilmək üçün nələrdən istifadə eləməliyəm? Birinci onu izah edəcəm. Birinci, nöqtədə funksiyanın qiymətinin tapılması. Yəni, aparıb yerinə qoysam. İkinci, U bölgənin törəməsini bilməliyik. Üçüncü, toxunanın təhlil. Birinci, nəyi bilməliyik? Baxın, ilkimiz bilik nəyə bərabərdir uşaqlar? F2. X0 nöqtəsində qiymətini tapın deyəndə aparıb X-in yerinə nə qoyuram?
f2 0. Deməli, birinci şərt nöqtədə funksiyanın qiymətinin tapılması. f2 0 bərabərdir. F mənfi 2 aparı funksiyada yerinə qoyacaq. Funksiyamız nədir? 3 xılsın 2 plus 3 xılsın 1 bərabərdir. 3 xılsın mənfi 2 aşağıdan yazacağım. Mənfi 2 üstəgəl 3 sırf 1 bərabərdir. 3'ü belirtək 5 böl 1 sırf 1. 5'ten bir çıxanda 4. Bu nəyin qiyməti oldu? 2 0 bərabərdir mənfi 2 nöqtəsində funksiyanın qiyməti oldu. Bu birinci şərt. İkinci şərt. U böl V'nin törəməsini bilməliyik. U böl V nəyə bərabərdir? U'nun törəməsi vur V, qılsın U vur V'nin törəməsi, bölünsün V'nin kvadratı. Deməli, bizdə də f iştirik x'i ikimiz f iştirik x'i tapsam, deməli, x plus 3'ün kvadratı 3x'in törəməsi vurulsun nəyə? x plus 3'ə vurulsun U'nun törəməsi. U vurulsun. U nədir? 3 sırf 2 vurulsun x plus 3'ün törəməsi. Bərabərdir. Bərabərdir. Deməli, burada olacaq aşağıda. x plus 3'ün kvadratı 3'ün törəməsi 0, x'in törəməsi mənfi 1 vur. x plus 1 x plus 3 qılsın 3 sırf 2 x plus 3'ün törəməsi 1. Yenə bunu vurub başdan. Yenə bunu vurub başdan. Elə bir baxın, şəhərlər. Burada da bunu qoyuram. Birin törəməsi, sabitin törəməsi sıfır elədi ya, onu da nə eləmədim, qeyd eləmədim. Burada olacaq x mənfi 2 sırf 3, sırf 3 üstəgəl 2, bölünsün x plus 3'ün kvadratı. Bu da bərabərdir. Bu da bərabərdir. Biraz onu küçüllər. Aha. Yuxarıda olacaq x'lərimiz gedir, mənfi 6 bölü x plus 3'ün kvadratı. Bizdən də nəyə soruşur uşaqlar? İştirik, bir dəfədə dedik nəyə mənfi kimi tapacaq. O nəyə bərabər olacaq? Mənfi 6 böl mənfi 2 üstə gəlirsə 3'ün kvadratı. Bu da bərabərdir. Mənfi 6 bölüsün 1 kvadratı verir mənfi 6. Bunu da bilmiş olsun. Aydındır. Deməli müəllim, gətiririk nəyə? Bizim toxunanın tənliyi düsturu. İyilik bərabərdir. İştirik f2 üstə gəlsin f üstə gəl f iştirik 2 sıfır 2 sıfır. Şimdi aparaq yerinə qoyaq. İyilik bərabərdir. F2 üstümüzün qiymətini nə tapmışam? Törəməsiz 4. F2 x'imiz nəydi? 6. 2 sıfırımız nəydi? Mənfi 2. 4 sıfırın 6 2 sıfırın 12. Bu da bərabərdir. Mənfi 6 2 sıfırın 8. Deməli, x'imiz nəyə bərabər oldu? Mənfi 6 2 sıfırın 8'ə. Cavabımız oldu nəyə? B variantı. Aydındır. Çətin bir şey var. Deməli, biz burada nəyə bilməliydik? Nöqtədə funksiyanın qiyməti, U bölünsün V'nin törəməsi, bir də
toxunanın tənliyi. Y bərabərdir f2 üstə gəlməsin f2'dir 2 mötərizədə 2 çıxılsın 2 0. Tənli olduğu 3 7 sonra mesela 4. Dördüncü sualda deməli şagirdlər. Dördüncü sualda məsələ nədir? 2'nin üstü x bərabərdir 14. Deməli təqribi qiymət bu nə ilə nəyin arasında yerləşəcək? 2'nin kubu 8 ilə 2'nin üstü 4. O x'in qiyməti 3 ilə 4'ün arasında. Deməli x'imiz 3 tam nə bilim nə qədər olacaq? 3'ün üstü y bərabərdir 22. Deməli x'imiz 2 ilə 3'ün arasında yerləşir belə. Deməli aparıb bu ifadədə bax bu gördüyümüz yerdə qiymətlərini qoysam, deməli 3 ilə 4'ün arası 3 tam neçə qoysam, bu olacaq müsbət. X'imiz y-dən böyük olduğuna görə çıxanda bu da eləcək müsbət. İlkimiz 5'dən kiçik ədəd olduğuna görə mənfi. Müsbət olanda demişəm olduğu kimi bunu sadəcə mötərizədə yazacaq. Burada da 5'dir y bərabərdir. X çıxılsın üstür 2 üstəcəl y üstəcəl 5'dir y bərabərdir. Deməli şərtdir. İyiliklərimiz getdi, x'lərimiz islah oldu. Mənfi 3 üstəcəl 5 bərabərdir. Aydındır. Keçək növbəti 5-ci suala. Burada nəyi bilmək lazımdır? Burada bax. Burada ən birinci biləcəyi şərt. Arc kosinus mənfi x'imiz nəyə bərabərdir? Pi çıxılsın arc kosinus 2. Bunu bildik, yerdə qalanla fark yerinə qoyub yazaq. Bir də bilik ki, məsələn, sinus 30 dərəcə nəyə bərabərdir? 2'də 1. Amma sinus 2'də 1 nəyə bərabərdir? 30 dərəcə. Onu da biləndən sonra işte, aparaq qoyub yerinə. Deməli, 3 bölü pi olacaq. Pi çıxılsın arc kosinus kökdə 3 bölünsün 2 üstəgəl bunların olduğu kimi yazıram kökdə 3 bölü 2 üstəgəl arc tangent 1 bölü kökdə 3 bərabərdir 3 bölü 2 vur 2 çıxılsın kosinus kökdə 3 bölü 2 neçə dərəcədə alır? Pi bölünsün 6 üstəgəl kosinus 60 dərəcədə 2 dərəcədə alır. Sinusda da sinus kökdə 3 bölü 2'dir. Pi bölünsün 3'də 60'da tangent 1 bölü kökdə 3'ü pi bölü 30 dərəcədə. Bərabərdir. Pi bölü 6'larımız getdi. Deməli, bərabərdir. Pi'nin üstə 3'ü, bu 3'də 3'ün üstə 3'də pi gələndə üstə 4 pi üstə getdi, pi'lər də getdi, qaldı 4. Cavab iyi var. Çətin bir şey var? Adil müəllimlərində uşaqlar, qaydaları yaxşı oxuyun. O qaydalar, bunları fikir keçmişəm. Burada nəyi bilmək lazımdır şagird? Şagird burada yarım arqument düsturdu. Ya da dərəcəsini aşağı salmaq deyək. Deməli bu nədir? 1 çıxılsın kosinus x bölü 2. Bunu bilirsiniz, bəs salam. Tutardır. Şimdi bir də başqa nə lazım olacaq? Onu deməli 2 vurulsun. Elə buradan yazılır. 2 vurulsun. 1 çıxılsın kosinus x bölünsün 2 bərabərdir. Kosinus 2 çıxılsın kosinus x. Burada 2'lər gedir uşaqlar. 1 çıxılsın kosinus 2 bərabərdir. Kosinus 2 çıxılsın kosinus 2. Kosinus 2'i belə getirsəm, gedir. Qalır da kosinus 2 bərabərdir 1. Kosinus 2 bərabərdir 1'də xüsusi aldı. Kosinus 2'miz bərabərdir 1'i xüsusi aldı demişəm ki, nədə alır? 2 pi k'da. Belə də keçmişdim, demişdim bu kosinusun qiyməti 0'da 1 alır. Bir də nə vaxtdan 1 alır?
360 dərəcədən biz. Ona görə 2 pi k. Əssalam. Deməli, 2x də bərabərdir buradan nəyə? Birinə dağılır 2 pi k-ya. X də bərabərdir pi k. Əssalam. Deməli, burada nəyə bilmək lazım idi? 1. Dərəcəni aşağı salmaq. 2. Xüsusi hal. Aydındır. Keçdik növbəti 7-ci sual. Deməli, 7-ci sualdır. Nə deyir? ABC üçbucağında A, B, C ya da belə yazılacam uşaqlar. A, C, belə yox. Qalsın A, C, B. Belə yazılır. A, B, C. Sadə eləmək. Hər cür yazar bilərsə, fərqi yoxdur. Sadəcə mənə ağlım daha çox inkişaf edeyim deyə, deyəm ki, tangens bucağımız nəyə bərabərdir? Buradan uşaqlar bir dənə hündürlük çəkirəm. Hündürlük çəkirəm. Tangens bucağa nəyə deyirik? Qarşıdakı katetin bitki kateti. Deməli, bax bu 4K-nın bitki də burada 3K-dır. Onda bu düz bucaqlı üç bucağa görə AZ-miz olacaq nə? 5K. 5K. 3K, 4K, 5K. Sonra, bu da bərabər yanlı dediyinə görə, deməli A, orada veribdir. AB nəyə bərabərdir? AC-yə. AC-miz 5K-dırsa, AB-miz onda nə olacaq? Mən burada bir D çəkib, onda BC-miz nə olacaq? 2K. Bizdən də bu tangens bucaq B-ni soruşur. Tan bucaq B-ni soruşur. Tangesdə bilişim düzdür. Damasın qızı düzdür. Deyir ki, müəllim, bucaq aya görə qarşıdakını bura nə olacaqdı? 3K altın uzun, bura 4K. Qarşıdakı katetin bitki kateti. Bu da 5K'da, onda bura nə qalır? K. Deməli, tangens B-də nəyə bərabərdir? 3K-nı K-ya nisbəti bərabərdir. Mən elə bildim ki, bura 5K. A. Oldu cavab nə? D variantı. Aydındır, ağlı olan uşaq bir dəfə də bucağı başqa formada çəkir. Ağlı olan uşaq. Misal ki, şimdi mən belə çəkdim də. Bir dəfə də deyir ki, mən də çəkirəm belə, qaqa. Mən də çəkirəm belə, A, B, D. Mən də çəkirəm belə. Şimdi bizdən də deyir, tangens bucağa. Deyir, müəllim, B-dən gətirdən. Hatırla hündürlük çəkək. Yəni, hatırla istəyir. Bu dəfə B-dən çəkirəm. Deməli, bərabər yanlı olduğuna görə A, B-miz nəyə bərabərdir? A-dır. Buradan da belə çıxışır. Tangens bucaq B, C-yə nədir? Tangens bucaq B, tangens bucaq nəyə bərabərdir? Bucaq C-yə bərabərdir. Hə. İndi burada tangens nəyə deyilir? Qarşıdakı katetin 3K-nı bura nə olacaq? 4K-ya. Onda bura nə olacaq? 5K. Onda bura nə olacaq? K. Bizdən indi bucaq C-ni tapmaq elə. Bucaq nəyə tapmaq deməkdir? Bu da 3K-nın K-ya nisbəti eləyəcək. Elə bucaq C-ni tapmaq. Yəni 3 düz bucaq. Bir dəfə B-dən səy yoxla, bir dəfə C-dən səy yoxla. Gör bir B-nin işləsi. Aycan? Hə. Sonra 8. 8-də nəyə bilmək lazımdır? 8-də. A-nın kvadratı çıxılsın 2AB üstəcək B kvadratını bizdən bu misalı əldə edək. Deməli, burada 2x kvadratın parçalayacaq x kvadrat üstəcək x kvadratı çıxılsın 2x y üstəcəlisinin y kvadratı bərabərdir 41. X kvadratı üstəcəlisinin 2 çıxılsın y2 kvadratı bərabərdir 41. X'in kvadratı üstəcəl 5'in kvadratı bərabərdir 41. X kvadratı bərabər 41 sıx 25. 16. X də bərabərdir. Eşit lazım deyil. Elə x kvadratdan soruşur. X də bərabərdir. Şahımız da oldu. Zavamı 16. Devam. Növbəti 9-cu sual. Hə.
Bunda sadəcə biraz beynin inkişaf elətdirmək lazımdır. Deməli, deyir ki, A, B, C, D, A1, B1, C1'dir kubunda. Biz bilirik ki, kubun bütün pilləri nədir? Bərabərdir. Kubunda otacağın BD diagonalı ilə otacağın BD diagonalı. BD diagonalımız budur. BD diagonalı ilə A1 baxın, A1 və nə verir? C1D aha. Müstəvisi arasındakı bucağı tapın. Bax, deməli, bu müstəvisi arasında bu budur. Bax, bu müstəvi, bu bilik nədir? Kubun nəyidir? Diagonal kəsir. Bax. Bununla seçilən belə. Bunun arası, bax, bunu soruşur. Bunda diagonal bilik üçün neçə dərəcəlimizə, rombun diagonalları neçə dərəcəlimizə qalsa kəsir? 90 dərəcə. Onda deməli, A1, BD diagonalı A1, C1C müstəvisi arasındakı bucaq nədir? 90 dərəcə. Görünür. Aydındır. Keçdik növbəti 10-cu sualı. Deməli, şagirdlər, burada nədir? Ən birinci şərt nəyə bilməliyik? Tez məxrəci sıfırdan fərqli olması. Sonra da A kvadratı çıxılsın, B kvadratı çıxdığını bilməlisən. Sonra da bərabərsizliyin həllidir. Deməli, yuxarıdan x üstü 4, x üstü 4'dür. Birinci şərti yazandan sonra ixtisar apara biləyik. Deməli, x üstü 4 dərc edir, x üstü 4 böyükdür, 5, 2 çıxılsın 16, indi başıma çalışdı. 2 sıfır 5 2 böyükdür, mənfi 16 çıxılsın 4. Mənfi 4 2 böyükdür, mənfi 20'dən. Bərabərsizliyi mənfi aradan dəyişir, x də 2 5'dən. Ən böyük tam həllinə tapın, ən böyük tam həlli neçədir? 4 olsa olmaz, məxrəc 0 olacaq. Deməli nə olacaq? Cavab 3. Aydındır. Adətən 4 nə yaxşı 4'ü vermirsən, 4'ü tapan kimi tak aparı deyil. Amma buradakı bu şərti deyil demək lazımdır. Nəzərə almaq lazımdır. Deməli, cavabımız oldu 3. Sonra, loqaritmada nəyi bilmək lazımdır burada? Burada loqaritmada nəyi bilmək lazımdır? Deməli, İsmail, elədir ki, təzə dərs etməndə bütün mövzuları izah edirəm. Yəni, ağlı olana başla. Elədir, bütün mövzuları burada beyin olaraq izah edirəm. Deməli, loqaritma A əsasdan B dəyişib böyütürdür. Burada iki cür halımız var idi. Birinci halımız demişdik ki, əgər A'mız 0 ilə 1'in arasında yerləşirsə, B'ni tapanda nə olurdu? İşarə nə olurdu bu işarə? Dəyişirdi. Kiçikdir A'nın üstü C'dən. İkinci işarə A 1'dən böyükdürsə, B'ni tapanda elə nə olacaqdı? A'nın üstü C'dən. Deməli, indi burada da siz bilirsiniz ki, x kvadrat üstə gəlir ki, həmişə nədən böyükdür? X kvadrat üstə gəlir ki, həmişə nədən böyükdür? 1'dən böyükdür. Ona görə 47 böyükdür x kvadratı üstə gəlir 2'nin üstü 1. Buradan da 47 böyükdür x kvadrat üstə gəlir ki, dəyişən nədirsə olar? X kvadratı böyükdür. Uşaqlar, belə kəsri yolla yazacaq bunu. İstəyir 45. Bunu özləyən nasıl ələtləri nədir? 1, 2, 3, 4, 5, 6. Neçədən oldu say? Cavabımız oldu nə? 6. Da bunu bu tərəfə keçirib, artıq B, afilis B, mənfi kökdə 47-dən müsbət kökdə 47'nin arasında nasıl ələtlərin sayını da elə uzatmalı. Sizin başa düşəcəyiniz də yox. Cavab oldu nə? B variantı. Növbəti 12-ci sual. 12-ci sualda nəyi bilmək lazımdır? 12-ci sual necə bir funksiyadır uşaqlar? Bax, 3 sigili sıxılsın. 4x bərabər 24. Necə bir funksiyadır?
Necə bir funksiyadır? Ha? Təxti funksiyadır. Orada da yazırsa düz təxtini. Təxti funksiyadır. Deməli, funksiyanın qrafiğini quranda, düzgət funksiyasının qrafiğini quranda demişdik bir dəfə x-ə 0 veririk. X-ə 0 verəndə olur 3y bərabərdir 24. Y bərabərdir nə? 8. Deməli, 0 olanda 8. Bir dəfə də y-ə 0 verib x-i tapırıq. Mənfi 4x bərabərdir 24. X-ə bərabərdir mənfi 6. Bunu biləndən sonra deyir ki, düz xəttinin və koordinat bloklarının əmələ gətirir. Birinci düz uzaqlı koordinat sistemi çəkirik. Nə tapdıq? 0 verəndə 6, bir də mənfi 6 verəndə nə? 0. 0 verəndə 8. 0 verəndə 8. Bu y-dir, bura x-dir. Bir də mənfi 6 verəndə nə? Mənfi 6 verəndə 0. Deməli, bunu birləşdiririk. Və deyir ki, uzanın daxilinə. Deməli, uşaqlar. Deməli, nədir məsələn burada? Deməli, buradan bura 6-dır, buradan bura 8-dir, onda bura 10. Bizdə düz uzaqlış uzaqda bir işin, düz uzaqlış uzağın daxilinə çəkilmiş sevlənin radisi. El bərabərdir, A filis B kısır bölünsün 2'dir. Ona görə də indi burada 6 üstəcə 8 14 kısın 10 bölü 2. Radisimiz nə oldu? 6 üstəcə 8 kısın 10 bölü 2. Oldu radisimiz 2. Deməli onda bura olacaq 2, burada 3 olacaq. Deməli bu nöqtəmizdə olacaq mənfi 2, bu nöqtəmizdə olacaq müsbət 2. Yəni ben bunu buradan biraz nerede oldu? Biraz bağlasa saymışım. Böyle. Ben sizlerin merkezi koordinatlarını tapıram. Bura olacaq nə? Aha. Deməli bu onun merkezi koordinatları nə olacaq? Mənfi 2 ilə nə? Müsbət 2. Çünki dedik bura 2'dir, burada 2'dir. Deməli, burada bir də nəyə bilməliyik? Sevlərin tənliyi. 2 sıx A-nın kvadratı üstəcək 2 sıx B-nin kvadratı bərabərdir E-nin kvadratı. Qoyaq yerinə. Deməli, olacaq 2 üstəcəlisin 2-nin kvadratı üstəcək 2 sıxın 2-nin kvadratı bərabər deyilmizdə nədir? 2-nin kvadratı 4. Cavabımız nə olacaq? D variantı. Aydındır? Da belə. Deməli, burada həm hər şey izah elədik. Qaydasından hər şey izah olur. İndi burada nəyə bilmək lazımdır? Burada nəyə bilmək lazımdır? Burada bir, onu bilməlisən ki, aparıb, x-imizin qiyməti nədir? Mənfi. Y-in qiyməti 5. Yerinə qoyub yazma. Bu ifadədə aparıb nə eləmək lazımdır? Yerinə qoyub yazacaq. Y-in yerinə qoyacaq. 5 bərabərdir. Kök altda x-imizin kvadratı, mənfi kvadratı 9, qılsın 3m, üstəcək 10. Kvadrata yüksəlsəm 25 bərabərdir. 19 qıl 3m. 3m bərabərdir. 25-dən 19 çıxanda, 19-dan 25 çıxanda mənfi 6. M bərabərdir nə? Mənfi 2. Aparıb emin qiymətdən qoyuram yerinə. Y bərabərdir. Kök altında x kvadratı qılsın 2. X üstəcəlisin 10. Müəllim. Kök altı ifadənin qiymətlər çoxluğu. Birinci kök altı olmayan ifadə. Y bərabərdir. A x kvadratı üstəcəlisin. B üstəcəlisin. C-də. Qiymətlər çoxluğu. Demişdik. A böyükdür sıfırdansa bunun y-i y sıfırdan müsbət sonsuzluğa. A sıfırdan kiçikdirsə bunun y-i mənfi sonsuzluqdan y sıfıra kimi. İndi müəllim bu kökün altı olsa y bərabərdir. Kök altda a x kvadratı üstəcəlsin, b üstəcəlsin, c-də. Əgər a sıfırdan böyükdürsə bunun y-i nə olacaq?
İndi bununla nə? Kök altda y sıfırdan müsbət sonsuzluğa. A kiçiksə sıfırdan bunun yerində nə olacaq? Bəli, sıfırdan, çünki kök altdan mənfi çıxmır axı, kök altda y sıfıra. Məsələn, bizə də lazımdır bu qayda. Y sıfırı tapacağım, y sıfırımızı gəlin tapaq. Y sıfırımız nəyə bərabərdir? Şeylə də yaza bilərəm, inşallah, bununla da yaza bilərəm. 241'in kvadratı üstəcəl 9. Buradan da y sıfırımız nədir? 9, kök altı 9'dan da 3 çıxır. 3'dən müsbət sonsuzluğa. Ya da y sıfır bərabərdir 4a, z çıxılsın, 5 kvadratı bölünsün 4a'ya. 4 vurulsun, 1 vurulsun, 10 çıxılsın, mənfi kvadratı 4 bölünsün, 4 vur 1. Bu da 9. Bizdən də YF-imizi soruşur. YF-imizə dedik. Kök altda y sıfırdan 9'dan müsbət sonsuzluğa. Bundan da kök çıxır. 3'dən müsbət sonsuzluğa. Aydındır. Yadaşalar bunu nüməsi elə də yaza bilərik. Hər iki yolla izah elədir. 3'dən müsbət sonsuzluğa. Başınız qarışmış 2 üsul deyəndə. 14. 14. Deməli, AM nədir şagirdlər? AM 12'dir. Z'm nədir? 8'dir. AD nə qədərdir? 6'dır. Bilirik ki, bu bucaq buna bərabərdirsə, onda burada bu beta deyək, buna da beta deyək. Bunları alfa deyək elə belə şəqqasın. Ola bunlar da olacaq. Bir üç bucaq, iki bucaq bərabərsə, avtomatikman üçüncü bucaq da bərabərdir. Bizdən də soruşur, BC-ni tapın. Beta'nın qarşısı x'dir, beta'nın qarşısı 6 yəni nisbəti. Alfanın qarşısı 8'in, alfanın qarşısı 12'ye nisbət. 12 x bərabərdir 48, x də bərabərdir 4. Cavabımız oldu 4. Aydındır. Leyla xoşun gəlir belə? 15-ci sual. 15-ci sualı şamil müxtəlif yollarla izah edə bilərəm. Bir yolla izah edeyim, yoxsa bir iki yolla izah edeyim. Bu əslində biz 5 dənə hərbi sorulur. 5 dənə. Bir budur, düstur kimyaslar A vur B faiz, üstə gəlinsin C vur D faiz, bölünsün faiz olmayanlar. Bunu yazsam, 20 vurulsun 30 faiz, üstə gəl 30 vurulsun 20 faiz, bölünsün 20 üstə gəl faiz olmayanlar 30. Bərabərdir. Yuxarıda edir 600, 600, 1200 faiz, faizini də yazdıram uşaqlar. Bəzi savadlı müəllimlər faizi şey eləmir. Böyle 24 faiz. Aydındır. Bu bir. Bəli, başqa nəfər yaza bilərəm. 24 faiz. Başqa nəfər yaza bilərəm, deyil mi? Bir, 20 qramın 30 faizi nədir? 20'nin 30 faizi 6 deməkdir. Tuzdur. Nə qədər sudur? 14'ü sudur. İkinci qabda yenə 30'un 20 faizdir. Tuz nə qədərdir? 6 yenə də 24 su nə qədərdir? 24. Deməli, hamısı bir yerdə nə qədərdir? Hamısı bir yerdə nə qədərdir uşaqlar? 20, 30, 50, 100 faizdirsə, bizdən də nəyə soruşur? Duzu. Nə qədər duz? 6 12 nə qədərdir? Buradan da yenə tapanda olacaq, qalır ki 24 faiz. Yəni çox üsullar yazmaq olar, nəsə belə yazılır oldu. Keçdik. Deməli bu getdi. 15 getdi, sonra 16. Limit. Yəni hər gün işlədiyimiz nə? Limit. Deməli 100% limitdən bir sual düşəcək. 100%. Limitdən belə bir sual gələcək. İsmail sən düşmüşdü limit. 8'dir x kvadratı çıxılsın 16. Bunun ortaq məxrəc nədir? X plus 4'ü satışılır. X kvadratı çıxılsın 16'da. X üstə gəlinsin 4 çıxılsın 8. Bu da eşit. Bunu yazır 2 çıxır 4 x plus 4.
Məqsədim ona görədir ki, burada da x çıxısını 4 edəcək. Bunlar x-lar gedəcək. Qalacaq nə? 1 böl 2 üstə 4. X-in də qiyməti nə verib? 1 böl 4 üstə 4. 8-də 1. Cavabımız olacaq 8-də 1. Aydındır? Nəyə başa düşməli? Ha? Sonra 17. Arzuculuqlardan hansı həlləsisə əmələ gətirir. Demişik ki, həlləsisə hər bir həddi öz-özdən əməl şərtlə bölgüsü alınan qismətlər bərabər olsun. Deməli, 4-ü 1-ə böləndə 4, 8-i 4-ə böləndə 2, 7. Mənfi 9-u 3-ə böləndə, mənfi 12-ni mənfi 9-a böləndə 7. Mənfi 10-da 1-i 5-də 1-ə böləndə, mənfi 2-də 1, 15-də 1 böləndə 7. Mənfi 12-də 1, 3-də 1-ə böləndə, mənfi 4-də 1, 48-də 1, 13-də 1-ə böləndə, mənfi yenə 4-də 1. Cavab oldu. Deyib ayda. Sonra, kompleks ədədlər, kompleksdə %100 belə bir sadə sual gələcək. Bax, limitdir, komplekslərdən qorxmayın, adları belə. Ən sadə sual oradan düşəcək. Deməli nədir? İnin kvadratı nəyə bərabərdir bilirsiniz? Mənfi 1-ə. Siz də burada n kvadratı üstəcəl 4-əni çıxılsın, 4 vurulsun, mənfi 1 yazıram. Bu da n kvadrat, mənfi 1-də yenə nə yazıram? 4 i kvadrat. Bu da bərabərdir. n sıx 2 n plus 2. Vəssalam, haradadır? Ne var ya? 18-ci sualda keçdi kimi sağlandı. 19. Uşaqlar. Bəzən həyatda tülkü olmağı da başarmalısınız. Bu iki qat radikalla yaza bilərsiniz, amma bu ikisi yoxdur. Su kökünü hafta salasan, sonra gərək hamısının için söhbətləri. Amma ne inirəm? Adı istəyirsə bu misallarda ne inir? Maraqlı bir şey. Bərabər edirəm birlikdə, amma şərtini də yazam da. Çünki ağlım olduğuna görə bərabərlikdə, amma bir də nə yazmalıyam burada? X böyükdür 0 şərt. 2 dənə kökün toxunları, o şərti bir təkrarmaq lazımdır. Deməli, bunun hər tərəfini nə edəcəm? Kravata yüksəldəcəm. Birinci kvadrat 14 üstə gəlsin 3 kökdə 3 çalar. Bunu daha asan da olsun deyə mən A plus B-nin kvadratını bəzən görürsünüz ki, adil sizə maraqlı. A kvadrat üstə gəl, B kvadrat üstə gəl 2 abi. Başa düşdü? Bu eyni şeydir də. Bu da 14 kılsın 3 kökdə 3. Üstünə gəl 2 vur. Kök altında artıqda A plus B 196 sıxılsın 27. Bizi hardan aldımsa artıqda A plus B A-nın kvadratı B-nin kvadratı. Bunlar gedir. 28 üstünə gəlirsin 2 vur. 196'dan 27 sonra 169 ondan da kök 13 çıxır. B-li 169 ondan da 13 çıxır. Bərabərdir x kvadratı. Deməli buradan x kvadratı bərabər 22, 23, 13 vuran 26 üstə gəl 28. 54. Ben de dedim plus minus bu da kökdə 54'də 3. Kök altda 6 amma bizə hansı lazımdır? Müsbətdir. Çünki başdan şərt vermişdim. X böyükdür 0 şərt. Cavabımız oldu. 3 kökdə 6. Xoşunuza gəldi. Aha. Sonra kör bucağı keçdik bunu. 20-ci sualda nədir? Kör bucağı 150 dərəcə tərəfi 8 cm romlu sayəsini tapın. Deməli, rombun birinci sayəsini bilməliyik ki, S bərabərdir A kvadratı vur sinus alfa. Şimdi kör bucağımızda 150 dərəcədirsə, iki bucağımızda olacaq 30 dərəcə. Belə uşaqlar, onsuz belə sinus 30 150 dərəcə bərabərdir. Çünki ikinci rübdə sinus müsbətdir, birinci rübdə. Ona görə pi çıxılsın söhbətlərinə də o trigonometriya keçəndə. Burada da rahatlıqla S bərabərdir. 8-in kvadratı vurulsun 2-də 1-ə. Bu da 64 vurulsun 2-də 1 bərabər 32. Bunu bir də başqa cür hesablayayım uşaqlar. Aha, deməli bax, bunu belə hesablasam. Deməli 150 isə bura 30 dərəcədir. Tərəf nə qədərdir? 8. Hündürlük nə qədərdir?
4. Tərəfdə 8-dir. 8 vur 4. 32. Aha. Ansə 32. Sonra 20. Neçənci sual? 1. Bunu da 2 cür həll edə bilərik. Deməli, 200 səhifəsi olan kitabın 5-də 2 hissəsi oxunur. 200 səhifəni buradan nəyə? 5-də 2 oxunur. 200-dən 5 gedir, 80 oxunur. Oxunmamışı soruşursa 200-dən çıxardan nəyə? 80. 120. Və yaxud da 200 səhifəli kitabın 5-də 2 oxunursa nəyə qalır? 5-də 3-ünü tapanda birbaşa nəyi tapmış oluruz? Cavabı. Deməli, cavabımız olur 120. Sonra 22. Ən çətin suallardan biri. Deməli, B-dən A ilə C-nin birləşməsini qazan. Yəni, bunu da bir 11-ci söz bilmirsə, ona peşə məktəb belə çox. Burada nəyə bilmək lazımdır? Əziz və hörmətli şagirdlərim. K x bərabərdir 5 şərtində K da bərabərdir 0, B də bərabərdir 0 olsa bunun sonsuz sayda həlli olar. Bizdən də 10 deyil. Deməli, bunu da 0 eləyəcəm. Bunu da 0 eləyəcəm. A, B çıxırsın 6 bərabər 0. A, B bərabərdir 6. A çıx 4 bərabər 0, A bərabərdir 4. A-mız 4-də 4 vurulsun, B bərabərdir 6, B bərabərdir 1,5. B-miz 1,5, A-mız 4. A plus B bərabərdir 4, bəcərisi 1,5 bərabərdir 5,5. Cavabımız oldu 5,5. 24-cü sual. Radisi 4, hündürlüğü 6 olan silindirin daxilinə çəkilmiş düzgün 4 budaqlı piramidanın düzgün 4 budaqlı piramida deyirsə, otacağı nədir? Kvadratdır. Düzgün deyirsə, düzgün 3 budaq deyirsə, bərabər tərəfli 3 budaqdır. Deməli, burada nəyi bilməli uşaqlar? Piramidanın həcmini tap, piramidanın həcmini bilir ki, B bərabər 3'də 1 S otacaq vurulsun H. Otacaq, ümumiyyətlə kvadratın sahəsi nəyə bərabərdir bilirik ki? Diagonal verəndə B kvadratı bölünsün 2 vur H və salam. Radisi 4 isə diagonalı nə olacaq? 8 üstə 1 vur 8'in kvadratı bölünsün 2 vur. Hündürlüğümüz nədir? 6 və salam. Qaldı 64. Cavabımız olduğuna piramidanın həcmi inşallah ki düz hesabladım. Sonra növbəti 25-ci suala baxaq. Deməli inşallah burada nəyə bilmək lazımdır? Burada ya sadə qrupların ayrıma, ya nə bilim x kvadrat üstə gəlməsin, kx üstə gəlməsin 2. 3 əllisinin sadə qrupları ayrıma 2 x 1 2 çıxılsın x2. Nə bilim m kvadrat üstə gəl 9, m üstə gəlməsin 20. O nə toplayanda mənfi 9 edir. Buranda mənfi 4 nə? Mənfi 5 m yazdım. M plus 4, M plus 5. Deməli, vəssalam. Deməli, sağlar. Yuxarıdan yazılan 7 M üstə gələsini 28, aşağıda M plus 4. Möhtəzəsə 4. M plus 5. Burada 5 şərtləri nəyə bilmək lazım? M məxləs həm fərqlidir mənfi 4-dən, həm də fərqlidir mənfi 5-dən. Sonra M plus 4-ləri ixtar apara bilərəm. 7 bölünsün M plus 5. M plus 5'in 7'nin bölənləri. M plus 5 nəyə bərabər bir dəfə? Bir dəfə. 1'ə M bərabərdir mənfi 4. Olmaz. Belə dünya. M plus 5 M bərabərdir mənfi 2. Olar. Sonra M plus 5 bərabərdir mənfi 1. M bərabərdir mənfi 6. Olar.
n plus 5 beraberdir. n plus 5 beraber mənfi 7. n beraberdir mənfi 12 olar. Neçədən olar? 3 tane. Cevabımız oldu. 3. Ben yanlışlıkla deyirsizler var idi bunların əldə. 5 dəqiqə yazardı. Hayır. Buna bakın. Burada size gelecek ki bu şifa sıfatı. Neyse mənim. Mən birinci siz bucaqda size böyle bir şeyler demiştim uşaqlar. Demiştim ki bura M'dir, bura N'dir, bura A'dır, bura B'dir, bura H'dir. Bir bunu demiştim. A kvadratı beraberdir. Ne demiştim? M plus N. Sonra B kvadratı beraberdir. N vurulsun. N üstecek M. Sonra ne demiştim? H'ın kvadratı beraberdir. N vurulsun. Yani tekrar bilmiyorum ki bu süraları siz tekrar düzeltiniz. Nem H beraberdir. A vur B. Burası yazalım. A vur B böl C. Böyle şeyler yazdırmıştım uşaqlar. Birini de yazdırmıştım. Bunlar kare tayfa bölsen M bölü M beraberdir. A kvadratı böl ne? B kvadrat. Böyle şeyler yazdırmıştım. Şimdi gelin buna sadece M deyirəm. Bura N deyirəm. Onda bura ne olacak? M plus M. Burada şərt verir ki BK B'ye beraberdir. Onda burada M'dir. Deməli burada da bize neyi soruşur? Bunun sahəsini soruşur. Bak bu düz bucaqlığın sahəsi. Düz bucaqlığın sahəsi neye beraberdir? M vur, M plus N'e. Rahatsız. Deməli burada 15'in kvadratı neye beraberdir? M vur, M plus N'e. Bəs tamam. Elə onun sahəsi verir. 15'in kvadratı 225. Zavamız oldu 225. %27. 27'de burada A kubu üstece B kubu, A kubu sık B kubu. Burada o şey uygunluq ödemek için bütün o rüyacət haqqında her şeyi bilirsiniz. Ne tərkin o ispatlar, parçalarda bütün yerlərdə öyrənirsiniz. Siz öz bilik ve başarılarınızı ona A kubu üstece B kubu. Bak birincidə. Sinüsün kubu üstece kosinüsün kubunu yazacağım. Sinüs 2 üstecelensin. Kosinüs 2. Burada olacak sinüsün kvadratı 2 sıkılsın. Sinüs 2 vur kosinüs 2. Üstecek kosinüs kvadratı 2. Bölünsün. 1 sıkılsın sinüs 2 vurulsun kosinüs 2. Biz bildiğimiz kimi bununla elə bu eyni şeydi. Kaldı ne? Sinüs 2 üstecek kosinüs 2. Biz bunun neyini soruşuruz? Dx'in tapmayı. Beraberdir. Neyin törəməsi sinüs x verir? Mənfi kosinüs x. Neyin törəməsi kosinüs x'dir? Sinüs x üstəcək gözəllik. Bir də nə uyğun gəldi? D. Sizə ikinci məsələ yazılsan. Bir getsə. Başqa işə uyğun gəldi. 2. 3 kısım kosinüs kvadratı 2 bölünsün neye? Kosinüs kvadratı. Bunu neyi diyeceğim? Ayrı 3 bölü kosinüs kvadratı 2 kısım kosinüs kvadratı x bölünsün ayrı məxrəcdə yazdım. Bu da beraberdir. 3 bölü kosinüs kvadratı 2 kısım ne? 1. Deməli sizi nəyə tapmalı uşaqlar? 3 böl kosinüs kvadratı 2 kısım 1 dx. 3 tanesi bir sabittir. Biz bir şey 1 böl kosinüs kvadratı 2 neyin törəməsidir? Deməli 3 tanjent 2 neyin törəməsi 1'dir? X'in törəməsi üstəcəndir. Nə uyğun gəlir? C var. İkincidə də uşaqlar da bunu şifa yazacağım. 3 bölünsün. 3 vur. Bunu bir başa yazacağım. 1 böl. Sinüs kvadrat 2 kısım 1 D2. Neyin törəməsi 1 böl sinüs kvadrat 2'dir? Mənfi 3 kotanjent 2 kısım 2. Üstəcək gözəllik. Ne oldu? A variantı.
Deməli, 1-ə C, 2-yə C, 3-ə A. Növbəti sualların izahında görüşərik. Sağ olun.